Lütfüzadə həvəskarlar üçün 2026-cı il final turuna düşən 9-cu məsələnin həllinə baxaq. Salih üzərində 74.625.391 ədədi yazılmış lent şəklindəki kartı qayçı ilə 2 yerdən kəsərək 3 hissəyə ayırır. Sonra o bu hissələrdən yalnız birindəki ədədi tərs çevirir. Məsələn, 39 ədədini 93 edir. Və bu 3 ədədi toplayır. Buna görə Salihin əldə edə biləcəyi ən kiçik cəm neçə olar? Burada 74'ü hökmən ayırmaq lazımdır. Çünki 746 kifayət qədər böyük ədəddir. Bizdən də cəmin kiçik olmağını istəyir. Sonra 625'i ayıraq. Bir də 391'i ayıraq. 74'ü tərsinə çevirsək burada azalma azdır. 625'i 526 eləsək burada nə qədər azaldı? 99 vahid. 391'i ise 193 eləsək burada 198 vahid azalma baş verdi. Deməli bizə bu lazımdır. Onu da toplayaq. 74 üstə gəl 625 üstə gəl 193 bu neçə eləyər? 892.